Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi. 13 yanvar tarixidir və Gündəm xəbər nefrində bir xəbərdarlığı diqqətinizə çatdırırıq. Belə ki, yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir və bu barədə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu səbəbdən sürücülərdən xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur və idarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə də xüsusi diqqət yetirilməlidir. Bundan əlavə qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarana, bu isə digər hərəkət iştirakçılarına maneə törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda bu cür hallar agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər. Bu səbəbdən qurum sürücüləri hava şəraitini nəzərə almağı və səfərə hazırlıqlı çıxmağı məhz tövsiyə eləyir. Odur ki, maksimum dərəcədə diqqətli olaq.